Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə Maarifçi tələbə məzun təcrübə proqramına start verilir. Maarifçi tələbə məzun təcrübə proqramının məqsədi tələbə və məzunların sahəvi bilik və bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 4 ay ərzində davam edəcək proqram Elm və Təhsil Nazirliyi, onun struktur bölmələri və tabe qurumlarında, eləcə də regional təhsil idarələrində və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində baş tutacaqdır. Proqramın təşkil olunmasında məqsəd təhsil sahəsində insan resursları potensialının inkişafına dəstək olmaq və eyni zamanda elm və təhsil sahəsində karyerasını inkişaf etdirmək istəyən gəncləri bu sahə ilə daha yaxından tanış etməkdən ibarətdir. Belə ki, Anket Eduaz platformasında müraciətlərin qəbuluna başlanmışdır. Maarifçi proqramında iştirak üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan 4-cü kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olan şəxslər müraciət edə bilərlər. Proqramla tanışdığım sosial media vasitəsilə olmuşdu. 3 ay ərzində həyata keçirilən proqramda mən də öz səyimi göstərərək təcrübəyə yiyələndim. Təcrübə müddətimi də Elm və Təhsil Nazirliyinin İctimaiyyət Əlaqələri və Kommunikasiya şöbəsində həyata keçirdim. Təcrübə müddətində göstərdiyim aktivliyə əsaslanaraq Elm və Təhsil Nazirliyinin sistemində işlə təmin olundum. Düşünürəm ki, bu biz gənclərə verilmiş ən böyük şanslardan biridir. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədi ilə aylıq qonorar verilməsi də nəzərdə tutulur.